Vaxtınız xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa Albalı yol 156 nömrəli marşrut xəttinin yolunda 3 sot torpaq sahəsinin üzərində şəxsi tikili 2 mərtəbəli həyət evimiz çıxıb. Yalnız belə deyək, bayırın bir fasadlanmaya ehtiyacı var. Marşrut yoluna da yaxındır. Ondan əlavə həyətin içində qabağında obyekti var, 35 kvadratlı və aşağıda böyük bir zal, bir mətbəx, bir sanuzel, yuxarıda isə 3 otaqdan ibarətdir. Sənəd 2002-ci ilin köhnə bələdiyyəsidir. Və qiymət 135.000 manat. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq. İnşallah həyətin təqdimatını eləyək, sonra evin içərisinin təqdimatını tam şəkildə sizlərə təqdim edəcək. Və onun nəzərincə çatdıraq ki, həyətdə sanuzelinə qədər var və evin sol tərəfinə rahat bir şəkildə keçidi var və evin sağ tərəfinə eyni qayda ilə. Qeyd etdiyim kimi sadəcə kim istəsə bir fasadını vura bilər, bir də həyətinə daş döşəməyə imkanı var. Hətta bax, burada fikir verin, bisetka qoymaq üçün də vazmojnosti var. Və inşallah evin içərisində sizlərə təqdim eləyək. Giriş hissəsini sizlərə göstərik. İnşallah bax, buradan da tam şəkildə sizlərə giriş hissəsini təqdim edək. Gəlin zəhmət olmasa qabağa. Buradan da təqdim eləyək. Bax, buradan obyektin fikir verin, bu obyektidir. 35-40 kvadrata yaxın bir obyektir. Market eləməyə, kimsəsini nəsə düzəldə bilər. O giriş hissəsini göstərdik və keçək inşallah içərisini sizlərə təqdim edək və onu da nəzərinizə çatdırım ki, koridorda amma enli bir koridordur. Fikir verin. Sağ və sol hissələrə baxın, enli bir koridordur və istilik kombidir. Koridordan açılır belə deyək, birbaşa zala, fikir verin. Belə bir böyük bir zalı var, kiçik deyil zalı. Zal hissəsini buradan tam şəkildə göstərin inşallah izləyicilərimizə. Və onu da nəzərinizə çatdıraq ki, mətbəx də böyük, sanuzel də böyük. Gəl mətbəxi göstərək inşallah. Mətbəx hissəsini təqdim edək. Və sanuzelini göstərək. Fikir verin və qeyd etdiyimiz kimi sanuzel də böyükdür. Və qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə yalnız bir aboya ehtiyac var, başqa heç nə. Və fikir verin, yuxarıda da mansard hissəsi var. Bax, burada bir foyedir. Bax, burada bir foyesi var. Fikir verin. Və otaqları təqdim edək, göstərək. Yəni, bu yuxarıda olan otaqlar da kiçik deyil, böyük otaqlardır. Və eyni qayda ilə buradakı otağı təqdim edək, bu da böyükdür. Onu da təqdim edək. Və əziz izləyicilərimiz, qabaqda açıq eyvanı var. Bayaqlar yəqin ki, çəkişdə görürüz. Balaca bir xudmanı açıq eyvanı var. Göstərək zəhmət olmasa.